32. Herkese salam, kanal videoma xoş gəldiniz. Başlığı oxuduğunuzda yəqin ki artıq yay gəlib və məni ən çox həyəcanlandıran şey olan tətilə gedirəm. Siz demədən mən deyim, yəqin ki məndə bir dəyişiklik gördünüz, çünki mən çox kəstirdim. French bangs kəstirdim özümə. Əslində salondan çıxanda daha düzgün idi, çünki orada forma verib gəlmişdim evə, orada forma vermişlər. Ama bayaq saçımı yudum, ona görə də forması itdi. Mən özüm forma verməyə çalışdım. Biraz mamam kömək elədi. Yəni biraz qəribə dururdu, amma orada saç düzləşdiricisi ilə forma verəcəm və videolarda necə göründüyünü daha yaxşı anlayacaqsınız. İndi sizə tətil məsələsinə. Biz 3 gün, 2 gecəlik bir tətil eləyəcəyik və bunun üçün bugün çamadan yığacam. Bilirsiniz, dünən videosunu çəkmişdim. Molddan yay alışveriş eləmişdim, paltar və s. Oradan aldıqlarım və bəzi evdə olanlarla çamadan yığacam indi. İndi bu çamadan böyük, yetərincə 3-4 nəfərə yetəcəyə qədər böyükdür və təbii ki bu çamadanın böyüklüyü, yəni 4 nəfərə çatacaq qədər normaldır və bunun təbii ki yarısı mənə aiddir. Çünki mənim əşyalarım çoxdur. Amma əslində yarısı yox, 1/4 deyək. Çünki məsələn bunun yarısı, burası mənim, burası qardaşım, anamın, atam və s. Belə olacaq 4 nəfər olduğumuz üçün. Və bu çolkalarla mənə çox istidir. Pəncərəni də bağladım, video çəkirəm deyə səs getməsin. Qapını da bağladım. Yəni video kombinim həqiqətən əladır. Üstüm Temu pijama, altımda sport tayt var. Burada telefon vakumu var. Bayaqdan bura qoyub çəkirdim və məni təmiz əsəb elədi. Necə çəksəm bu videonu bilmirəm. Yəqin ki tripoddan istifadə etməliyəm. Arkada isə yatağımın örtüsü və dəsmalım var. İnşallah telefonum düşməz deyərək videoya başlayıram. Bu nədir bilmirəm. Anam, atam qoyub. Mən paltarlarımı birinci yığmadan başlayacağım. Sizə göstərim seçdiklərimi. İlk olaraq mənim orada yolda geyinəcəm paltar bu tight, bir də üstünə oversize köynək geyinəcəm. Bu mənim səhər gündüz kombinimin bir hissəsi. Bunun altına yəqin ki bu təzə aldığım cins şortiki ya da bu şortiki geyinəcəm. Bu da parçadır deyəsən. Səliqəli şəkildə qatlayayım, yoxsa qırışar. Burada gösterdim bunu. Cins şortikim. Sonra burada bir fular var. Bu da sinsaydandı. Bunu birazdan göstereceğim. İlk önce bu gündüz kombinlerini bir həll eləyək. Bunun kəməri də var idi. Mən bu kəməri də qoyum, yoxsa kəmərsiz o qədər yaxşı görünmür. Bunu bağlayayım, düyməsini bağlayaraq qoyum. Mən niyə biləm, düyməsi açıq qoyuram şortiki. Bunu da düyməsi açıqdır. Bu arada orada sizə bir sürprizim var. Mənə də sürpriz olacaq, çünki heç necə bir şeydir, xəbərim yoxdur. Məndən xəbərsiz hamı rezerv eləyib evdə. Otelin adını, oteli belə tutublar. Və mən yeni öyrənirəm hansı oteldə qalacağımızı. Bu arada Lerikdə Relax oteldə qalacağıq. Bunu dedilər bayaq. Məndən xəbərim yox idi. İndi xəbərim var. Bir də mənim Temudan sifarişlərim vardı. Gold aksesuar seti sifariş etmişdim. Gold boyunbağı seti olmalıdır. Bir də qolbağı da var idi. Bir də papaq kepka var idi. Tüzgü öyrənçin. Onu da tüzgüyə krop almışam. Ondan kombinləyəcəm yəqin ki. Yeri gəlmişəm deyim. Oteldə gecə parti olur. Yəqin ki necə bir şeydir xəbərim yoxdur. Musiqili parti etmiş olacaq yəqin ki disko kimi. Ona görə də mən 2 gecə qalacağım üçün, 2 gecə üçün kombin hazırlamışam. Birinci gün bu donla olacaq. Donda alışveriş videomu göstermiştim. New Yorker'dan aldığım. Ve bunu çok beğendim. Hatta en sevdiğim parça bu oldu. Onun da üstüne boynumdan bu fuları bağlayacağım. Bunu. Təxminən belə bir şey. İndi sadəcə misal üçün göstərirəm. Çox isti oldu. Tamam, sonra bunu belə eləydim. Bunu belə bir şəkildə bağlayacağım. Bunu belə bağlayacağım. Yana atıram belə.
Burada bu yanında da belə üç bucaq formalı durur. Videoda orada seçtiğim videoda da ne demek istediğimi daha yaxşı anlayacaqsınız. Bunun sayesinde qatlayıram. Paltar bu qədər. Bir dənə çanta qoymaq istəyirəm. O da bu çanta olacaq. Çünki ağ hər şeylə rahatca gedər. İndi kozmetika çantamı hazırlayırıq. Bu mənim makyaj çantamdır. İçindəki bütün makyaj şeylərini boşaldıb sadəcə lazım olanları götürəcəm. Onları qoyum qırağa. Hamısını belə tökürəm. Buradan mənə lazım olacaq 2-3 dənə şey var. Ən əsas hardadır o. Ən önemlisi bu konsilerim. Sonra gloss. Qoyma olsun glossu. Ənlik götürüm. Yoxsa yox. Highlighter'ım yoxdur. Əsas highlighter'dır. Amma mən götürərəm bu şəkildə. Sonra pudra. Yəqin ki önəmlidir. Yəni. Sonra blender. Blender neydi bunun adı? Bu spons, süngər. Bu pufdur. Bunlar pudra üçündür. Bu gözaltı üçün. Başka da bir şey götürmək istəmirəm. Bir dənə fırça götürəcəm. O da highlighter üçün. Başka da bir dənə bu dörtlü ənlik paletimi götürəcəm. Bu qədər. Bunlar da qalsın, aparmayacağım. Hə, bir də çox önəmli tuşdur. Bir də kirpik qıvırdıcı. Kirpik qıvırdıcım da o tərəfdədir. Bu da highlighter üçün, göz içinə vurmaq üçün bir şeydə adını yadımdan çıxdı, çubuqda. Digər kozmetika məhsullarım da buradadır. Ən əsasında budur güneş kremi. Çünki orada hovuza da girəcəm. Bir də makyajın altına nəmləndirmək üçün istifadə edəcəm. Sonra içindən nəticə götürürəm. Biri bu body mist olacaq. Bunun qapağını çıxartmalıyam. Bir də bu ətir. Bunun markası yoxdur. Hədiyyə verirlər çünki. Bir də kirpik qıvırıcı. Sonra dezodorant. Başka. Hə, bunlar da dərmanlarımdır. Üz müalicə dərmanlarım. Bunlar başqa şeylərdir. Kozmetika çantam bu qədər. Bu da kozmetika oldu. Bunu da qoydum üstünə. Tez şəkildə bitirməliyim. Evdə işlər eləməli. Çünki bunlar da qoyacağım yer artıq. Sonra bu çantamı da qoydum bura. Tez başqa nə qaldı? Makyaj məhsullarımı aparım. Bunu mütləq göstərməliyim. Bu da New York'dan aldığım videoda göstərdim. Həmin o kablo. Bunu yadana taxacağım. Bir de telefonun öz şəffaf kablosu var. O da üstündədir. İçdən kablo aparacağım. Daha sonra 3 dənə aksesuar götürəcəm. Biri bu qolbaq. Bunu özüm düzəltmişdim. Sonra C hərfli boyunbağı. Bir de mən bu Google sepim. Bir de dostluq qolbağı var. Bunu mamamla özüm eləmişdim. Bunu yolda taxacağım. Onları da koyun bunun içine. Bu aksesuarlara. Başka ne qaldı? Buranı da koyuram. Kabronu əlimlə aparım. Yoxsa koyum içine. Bunlar yol taxacağım. Sonra benim üzgüçlü çantam var idi. İçinde havuz geyimim var. Mayo. Hardadır? İçinde dəsmal ve mayo var. Bunu da mamam həll eləyər artıq. Sonra ne qaldı? Sonra bu duş fırçası. Saç şampunlamaq üçün. Bu da üz baxım eləmək üçün. Belə çolaklarımı yığacağım. Bir tat. Bunu da belə qoyuram. Bunu qoyuram kozmetika çantasının içine. Sonra dərmanlarım da burada. Daha sonra darağım, el kremim. Bir de Pandora qolbağımı da yolda dediğim kimi bu qolbaqla beraber taxacağım. Ve çamadan qoyduqlarım bu qədər idi. Nə qədər yer tutdu göstərim. Cəmi bu qədər yer tutdu. Paltarlarım hamısı burada. Altına donum ve kozmetika çantam, öz çantam ve bu qədər. Sabahda səhər durandan sonra yol vlogunu çəkəcəm.
Orada necə getdiyimiz, hara getdiyimiz və gün boyu nələr etdiyim hamısını paylaşacağım. Onda artıq sağollaşma vaxtıdır. Mən gedim yatım, enerji toplayım, başında da yatacağım elə. Başqa da qalan hər şeyi sabah yol vloguna göstərəcəm. Onda videomuz bu qədər. İzlədiyiniz üçün çox sağ olun. Sabah görüşəndək. Bye bye.